Əziz tələbələr, hər vaxtınız xeyir. Bir qədər səsimdə problem ola bilər. Soyuqlamışam, üzrlü sayın. Amma çalışacağam ki, maksimum sizi yormayacaq dərəcədə dərsi izah edeyim. Deməli, biz bu günləri sizinlə bitmiş zaman formalarını keçirik. Və nəhayət artıq zamanları demək olar ki, yekunlaşdırırıq. Sonda isə bir dənə uzlaşmanı deyəcəm sizə və uzlaşma ilə artıq demək olar ki, zamanlar mövzusunu bitirmiş oluruq. Dərsi izah edib bitirdikdən sonra sizə sonda 5-6 cümlə yazacağam. Rəydə zəhmət olmasa, həmin cümlələrin düzgün zaman formalarını qeyd edərsiniz. Deməli, indi başlayaq. İndiki bitmiş zamandan. İndiki bitmiş zaman. Uşaqlar, indiki bitmiş zaman ümumiyyətlə quruluşu necədir? Strukturu baxın. Təbii ki, mübtədamız olmalıdır. Mübtəda üstə gəlməsi, yəni plus, have, has, üzrlü sign, have, has və daha sonra verb 3, yəni past participle, feilin 3-cü forması. Və burada nədən söhbət gedir uşaqlar? Keçmişdə olub, yəni keçmişdə baş verib, amma nəticəsi indiki zamanda qalan hərəkətləri göstərmək üçün istifadə olunur. Məsələn, baxın, I have, görürsünüz, mübtəda, daha sonra gəldi have, məsələn, past, an exam. Mən imtahandan keçmişəm, and I am very happy. Deməli, uşaqlar, bu keçmişdə imtahandan keçib və indi də xoşbəxt. Deməli, keçmişdə baş verib hərəkət və nəticəsi hələ də göz qabağındadır. Onu da qeyd eləmək lazımdır ki, bunu daha rahat başa düşmək üçün belə bir şey deyə bilərəm. Tutaq ki, saat indi neçədir? Demək, 09:52-dir. İndi nəzərə almaq lazımdır. Məsələn, mən bu dərsi izah eləyəndə dostum mənə, məsələn, 09:05-də mənə nə eləyib? Mesaj yazıb bir dənə. Mən isə o mesajı görəcəm, tutaq ki, 10:00-da. Və əgər uşaqlar, baxın, keçmişdə yazıldı mesaj, onu mən indi gördüm. Yəni, keçmişdə baş verən hərəkətin nəticəsi indi göründü. Yəni, bu formada. Daha sonra indiki bitmiş zamanda ümumiyyətlə başqa biz nəyə diqqətli olmalıyıq? Bitməyən zaman içində olan bitən hərəkətləri indiki bitmiş zamandan istifadə eləyirlər. Məsələn, gəlin ona da bir nümunə yazaq. Tutaq ki, uşaqlar, bunun zaman zərfləri o bitməyən zaman dilimi deyəndə today-dən istifadə olunur. Bir də baxın, these üstə gəlinsin zaman zərflərindən istifadə olunur. Həmin belə deyək də bitməyən zaman dillərini göstərmək üçün. Məsələn, diqqətli olaq, Gül insan adıdır. Has seen her granny today. Diqqətli olmaq lazımdır ki, uşaqlar, baxın, today ilə verdim və deyirəm, Gül bugün nənəsini görüb. Günümüz neçə saatdır? 24 saatdır. Tutaq ki, nənəsini, belə deyək də, günorta 2-də gördü və dostundan, məsəl üçün, saat 5-də məlumat verdi ki, nənəmi görmüşəm. Gün bitmədi ki. Deməli, bitməyən zaman dilimində baş verən hərəkətləri göstərmək üçün nədən istifadə edirəm? Deməli, indiki bitmiş zamandan istifadə edirəm. Yox əgər, belə deyək. Bu, today-in qabağında dəqiq zamanlardan istifadə olunsa, artıq iş dəyişir, başqa rəngi alır. Bizim zamanımız keçmiş zamanda olacaq. Necə olur? İndi mən onu sizə qeyd edəcəm. Bir səni silək. Məsələn, baxın uşaqlar. Tutaq ki, onu bir də mən yazım. Məsələn, Gül has seen her granny. Her granny today. Bu oldu indiki bitmiş. Çünki bitməyən zaman dilimidir. Amma belə yaza bilərik uşaqlar. Gül saw her granny at 2 o'clock today. Baxın, diqqətli olursunuz. Burada baxın, dəqiq zaman dilimindən istifadə elədim. Bugün saat 2-də nənəsini gördü. Əgər deməli today, this plus zaman zərfi, o nədir uşaqlar? Məsələn, this morning, this month, this evening, this afternoon. Belə istifadə olunanda heç nəsiz. Olur indiki bitmiş zamanda. Yox, əgər onların qarşısında dəqiq zaman dilimləri varsa, məsələn, at 2 o'clock today, at 5 o'clock today, belə bir şeylər varsa, olur keçmiş sadə zamanda. İndi uşaqlar, digər zaman zərflərinə baxaq. Bu hissəni silim. Digər zaman zərflərini də yazım sizin üçün.
Onlar hansılardır? Deməli, diqqətli olaq. Already, just. Already, just, never, ever. Daha sonra yet, lately, recently, and many times, several times. Bunlar indiki bitmiş zamanın ən məşhur zaman zərfləri hesab olunur. Dostlar, məsələn üçün baxın, I have just finished my project. Yəni mən işimi, layihəmi indicə bitirmişəm. Already artıq. Bizim dildə o bu uji var ya, məsələn, o mənanı verir. Just indicə, never heç vaxt. Sonra yet uşaqlar yadda saxlayırsınız, ancaq sual və inkar cümlələrində işlənir. Heç bir, belə deyək də, istisnası yoxdur. Yetdən sual və inkar cümlələrini istifadə edirlər. Dostlar, recently özü not long ago'ya bərabər olduğuna görə sinonimdir yəni. Bəzən ego hansı zaman zərfidir? Keçmiş sadənin, deməli past simple-ın. Buna görə də bəzən recently-ni mən nə harda görə bilərəm? Keçmiş sadə zaman olan cümlələrdə görmək olar. Yəni artıq orada belə desək də, recently mən keçmiş zamanın zaman zərfi kimi görəndə artıq belə desək, təşvişə düşməyin, yəni ki, elə bir şey mümkündür. İndi gəlin, siləyim bu hissəni. Daha sonra danışağın since və for-dan. Bilirsiniz ki, bitmiş zamanlar ən çox istifadə olunur. Since və for-dan. Since və for da, yəni ki, ən belə deyək də məşhurlarındandır. Deməli, since ümumiyyətlə hərəkətin başlanğıcını göstərir. Məsələn, bəri, tutaq ki, onlar köçəndən bəri, onlar gedəndən bəri hərəkətin başlanğıcını göstərir. Nedir? Başlanğıcını göstərir. And for nədir uşaqlar? For isə hərəkətin nə qədər davam etdiyini göstərir. Qeyd edirəm sizin üçün, hərəkətin nə qədər davam etdiyini göstərir. Davam etdiyini göstərir. Belə. Məsələn üçün, gəlin bir dənə nümunə yazaq buna uyğun. Məsələn, I have known him for 5 years. Görürsünüz, for uşaqlar. For artıq burada dır üstü 4 mənasındadır, 3-ün deyil. 5 ildir ki, mən onu tanıyıram. Daha sonra dostlar, deməli, gəlin bir sinsə də nümunə yazaq. Məsələn üçün, we have lived Sumqayıt since 2019. 2019-dan bəri Sumqayıtda yaşayırıq. Sonra uşaqlar, since-lə bağlı bir uzlaşma var, onu qeyd eləmək istəyirəm. Uşaqlar, since olan cümlədə bu hissə olacaq budaq cümlə yenə. Və mən orada istifadə edirəm ən çox past simple, yəni keçmiş sadə zaman. Bu hissədə uşaqlar istifadə oluna bilər present perfect və yaxud da past perfect istifadə oluna bilər. Məsələn üçün diqqətli olun. I haven't seen him since I entered the university. Baxın, since-dən sonra gələn hissə keçmiş sadədə oldu, qeyd eləmişəm. Və baş cümləm since-dən əvvəl gələn hissəmsə indiki bitmişdə oldu. Keçmiş bitmişdə də ola bilər, problem yoxdur. Yəni, mən universitetə girdəndən bəri, deməli, mən onu nə etməmişəm? Görməmişəm. İndi uşaqlar, gəlin qəbula ən çox düşən məqamlardan biri olan since və for işlənən cümlələrdə zaman zərfinə nə ilə sual veririk? Gəlin onlara aydınlaşdıraq. Bu qəbulun ən məşhur, belə deyərdim də, ən vazkeçilməz magistr imtahanlarının suallarını. Demək olar ki, hər il qəbullara düşür. Uşaqlar, əgər cümlədə since işlənibdirsə, mən sual verəcəm nə ilə? Since when-lə. Yadda saxlayır. Sualımı since when-lə verirəm. Əgər for işlənibsə, sual verəcəm how long-la. Uşaqlar, digər bir məqam nədir?
Since when-dən sizə belə deyək də yazacağım cümlələr başa düşəcək. Since when-dən sual da verə bilər. Artıq sual verəndə cavabını yalnız since-lə verə biləcəksiniz. Amma how long-dan sual versə, hər ikisi ilə həm since-lə, həm də for-la cavab vermək olar. Məsələn, baxın, we haven't met, daha doğrusu uşaqlar, üzülürsən, bunu silim. Cümlə düzgün alınsın. We haven't met. Belə olur. Aha. We haven't met. Deməli, since September. Belə bir şey yazaq. Belə bir cümlə verib sizə deyirlər ki, bunun sual formasını yazın. Tez since görürsünüz. Nə ilə sual verirsiniz? Since when-lə. Baxaq. Aha. Since when deməli haven't we met. Təbii ki, you met yazmaq daha yaxşı olardı, amma yenə fərqi yoxdur. Əsas odur şeyini başa düşün uşaqlar, məğzini başa düşün ki, since-lə verəndə deməli nədən istifadə olunur? Since when-lə istifadə olunur. September uşaqlar gətirib yazmıram bura. Çünki September artıq mənim cavabımdır. İstəyir siz nə vaxtdan bəri bir-birinizi görmürsünüz. Və buna görə də cavabı artıq September olduğuna görə gətirib bura yazmağa ehtiyac yoxdur. Daha sonra uşaqlar necə bir məqam ola bilər? Belə deyək. İndi isə uşaqlar diqqətli olursanız məqamda bir də dedik axı birbaşa sualı verib cavab tələb edə bilər. Baxın, sualı nə ilə verdik? How long-dan və mən sizə dedim ki, how long-dan sual verəndə variantlar arasından həm for, həm də since-lə cavab götürmək olar. Məsələn, tutaq ki, əgər variantlar arasında forlu bir cümlə varsa, since-li cümlə varsa götürə bilərsiniz. Açıq sual olanda hər ikisini də salsalar, hər ikisini götürmək mümkündür. Burada problem yoxdur. Sonra dostlar, baxın, since deməli since-dən, ever since, so far, up to now. Üsə gəlinsin nə? İndiki bitmiş zaman. Təbii ki, indiki bitmiş davam edici zamanda yazmaq olar. Problem yoxdur. Məsələn, baxın, she left our group 2 weeks ago. Since then, I haven't talked to her. Baxın, since-dən sonra nə yazdım? İndiki bitmiş zaman. Yəni, burada o qədər də problemli deyil. Biraz zaman zərflərini biləndən sonra bitmiş zamanlar həqiqətən çox rahatdır. İndi uşaqlar, bir məqam da var. Onu da qeyd edeyim sizin üçün burada. Xahiş edirəm, bu hissələrdə diqqətli olun ki, qəbula ən çox düşən, dediyim kimi, hissələrdəndir. When, what time, by the time. Daha sonra till, until, after, while, before, daha sonra dostlar hansı? As soon as. Bunlardan nə sonra, nə əvvəl, indiki bitmiş zaman gəlməz. Üstündən belə xət çəkə bilərəm. Yəni, bunları gördüyünüz cümlədə nə əvvəl, nə sonra indiki bitmiş zaman yazmaq olmaz. Bunu da bildik. Daha sonra dostlar, bir məqam da var. For və since olan cümlələrdə, daha doğrusu sual vermənin yolunu öyrəndik. İndi isə gəlin digər zaman zərfləri olanda necə sual vermək lazımdır, ona baxaq. Əgər cümlədə today, this üstə gəlinsin zaman zərfi, bunu dedim sizə. Məsələn, this morning, these months, bu kimi. Daha sonra just, yet, already, recently, lately, and nowadays. Varsa uşaqlar belə bir zaman zərfləri, bunların sualını when-lə verəcəm.
Nə ilə verirəm? When ilə verirəm. Məsələn, baxın. Və burada da verindən sonra bitmiş zaman gəlmədiyi üçün indiki bitmiş zaman. Təbii ki, artıq orada keçmiş sadə zamana çevriləcək. Məsələn, baxın uşaqlar. She has watched this movie lately. Nə dedi? For və since-dən başqa olan zaman zərfləri sualını when-lə verirəm. Burada da var lately, yəni for və since görmürəm, sualını when-lə verməliyəm. Artıq when-lə verəndə has-lə suala çevirmə eləməyəcəm. Çünki when-dən sonra indiki bitmiş zaman gəlmir. Onun əvəzini istifadə edəcəm bütün bu məqamlarda keçmiş sadə zamandan. Belə bir şey baxın. When did she watch this movie? Baxın, bu formada deməli sual verəcəm. Uşaqlar, indiki bitmiş zamandan bu qədər. İndi gəlin keçmiş bitmiş zamana nəzər salaq. Deməli, keçmiş bitmiş zaman. Yazaq adını. Keçmiş bitmiş zaman. Uşaqlar, strukturu eynidir. Sadəcə olaraq burada have-has yerinə had-dən istifadə edirəm və verb 3 yazıram. Bu qədər. Keçmiş bitmiş zaman nədir uşaqlar? Hərəkət keçmişdə baş verib, nəticəsi də keçmişdə qalıbsa, bu keçmiş bitmiş zaman adlanır. Və onu da qeyd edeyim ki, ən azı məsələn 2 dənə hərəkət olur ki, burada onları müqayisə eləmək lazım olur. Biri keçmiş sadə zaman olur, biri keçmiş bitmiş zaman və onlar arasında müqayisə aparılır və tapılır ki, bu keçmiş bitmişdədir, bu keçmiş sadədədir. Onu da necə tapırıq uşaqlar? Keçmiş sadə zaman bitmişə nəzərən daha belə deyək də sonra baş verir. Belə desək, birinci keçmiş bitmiş zaman baş verir, daha sonra keçmiş sadə zaman baş verir. Məsələn, baxın. Ayxan had won the game. Nə elədi? Ayxan oyunu utdu. He was very happy. O xoşbəxt idi. Uşaqlar, birinci oyunu udur. Baxın, birinci bu hərəkət baş verir. Sonra xoşbəxt olur və keçmiş sadə zaman baş verdi. Əgər o he is very happy yazsaydım, nə olardı? İndiki bitmiş zamanda. Çünki nəticəsi hələ də göz qabağındadır. Yəni buna görə də belə cümlələr verəndə ikinci hissə keçmiş sadə olanda bu birinci cümlə olur, keçmiş bitmişdir. Və diqqətli olursunuz, birinci keçmiş bitmiş baş verir ki, ikinci o xoşbəxt olur. Və yaxud da məsələn magistr imtahandan gedirsiniz, qəşəng bal yığırsınız, keçirsiniz və daha sonra nə olursunuz? Xoşbəxt olursunuz bu formada. Sonra uşaqlar, sualı və inkarı bayaq indiki bitmişdə demədim. Yəni təbii ki, hədi mübtədadan əvvələ keçirdirəm, keçmiş bitmişdə. İnkarında isə hədən not qoşuram. Ki indiki bitmişdə də elədir. Have, has mübtədadan əvvələ keçir. İnkarda isə have, has-ə deməli nə edirəm? Not qoşuram. Uşaqlar, keçmişdə baş vermiş hərəkət ardıcıllığı keçmiş sadə zamanda işlənir. Keçmişdə baş vermiş deməli ardıcıl hərəkətlər keçmiş sadə zamanda işlənir. Məsələn, baxın. I opened the window, then closed it and sat on the sofa. Amma uşaqlar, bir məqam var. Bu ardıcıl hərəkətlərdən biri. Ardıcıllığı pozarsa, həmin pozmuş hərəkəti biz bitmiş zamanda, keçmiş bitmişdə istifadə edirik. Məsələn, baxın. I closed it, the window. Lütfen iti buradan silmeye lazım çünkü window'unu artık dedik. I closed the window. I had opened. And sat on the sofa. Uşaqlar, bunu hardan bilirsiniz? Baxın, I closed the window. Nə demək? Pəncərəni bağladım. Birinci pəncərəni açmaq lazımdır ki, sonra bağlayaq da. Artıq open elədi. Ardıcıllıq pozuldu. İkinci hərəkət gəldi, sonra birinci baş verən hərəkət gəldi. Ona görə də bunu mən nədə istifadə edirəm? Keçmiş bitmişdə. Bu da əbəs deyil. Nə demişdik? Həmişə birinci baş verən hərəkəti keçmiş bitmişdə yazırıq. Yox, əgər ardıcıllıq olduğu kimi olsa, baxın, open the window, then closed it, sat on the sofa. Açdı, bağladı, oturdu. Bu ardıcıldır. Burada keçmiş sadədir. Amma ikinci cümlədə baxsaz, birinci bağlayır, sonra açdığından danışır. Amma birinci açmaq lazımdır ki, sonra bağlayaq. Və ardıcıllığı pozan o həmin open hərəkətini biz nədə verdik? Keçmiş bitmiş zamanda verdik. Sonra dostlar, zaman zərflərinə gəlsək, əgər buranı sileyim. Deməli, zaman zərflərinə baxaq.
Yine burada da just, already görə bilərsiniz. Sadəcə zaman fərqli olacaq. Məsələn, belə deyək, already, just, yet, never, since, for ola bilər və ən çox da istifadə olunanlardan biri by üstə gəlinsin zaman bildirən sözlər. Ən çox bundan istifadə olunur. Məsələn, baxın, I had already completed the project by the end of last month. Deməli, nə deyir? Keçən ayın axırına qədər mən proyekti tamamlamışdım, artıq tamamladım bu formada. Daha sonra dostlar, when, before, by the time-a baxaq görək. Burada uzlaşma bəs necə baş verir cümlədə. Deməli, when, before, by the time. Bunun uzlaşmasında dostlar baxırsınız. Bu hissədə past simple. Daha sonra əvvəlində isə nə istifadə olunur? Past perfect. Və yaxud da onun davam edici forması. Məsələn, baxın. She had sold her car when I called her. Gördünüz uşaqlar. When-dən sonra keçmiş sadə gəldi. Baş cümlədə isə bitmiş zamandan istifadə elədim. Before, by the time-da eynən bu qaydaya deməli daxildir. İndi gəlin digər bir deməli after'a baxaq uşaqlar. Demişdi ki, bunlardan sonra heç vaxt bitmiş zaman gəlmir. Amma bir dənə after qaydanı pozur. After'dan sonra yadda saxlayırsınız ki, keçmiş bitmiş zaman işlənə bilər. 2018-in qəbuluna düşüb bu. Əvvəlində təbii ki, olacaq past simple. Məsələn, baxın. I went to the cinema after I had done my homework. Deyir ki, ev tapşırığımı edəndən sonra mən sinemaya getdim. Uşaqlar, birinci bu hərəkət baş verdi, ikinci də deməli bu hərəkət baş verdi. Daha sonra uşaqlar, diqqətli olursunuz ki, bu bağlacılardan sonra da baxın, hardly when, scarcely when, no sooner than, barely when. Uşaqlar, orta hissədə bax, keçmiş bitmiş verilir. Özlərindən, venlərdən, dəndən sonra isə keçmiş sadə gəlir. Amma bunun bir fərqi var ki, bu bağlacılar istifadə olunan cümlədə nə baş verir? İnversiya baş verir. Baxın, yazacağım görəcəksiniz. Yəni, xəbər mübtədadan əvvəl gəlir. Bir növ sual cümləsinə bənzəyir. Amma onu testlərdə görsəz çaşmırsınız. Yəni, bu bağlacılarda inversiya baş verilənə görə həmin cümlələr doğru olur. Məsələn, baxın, hardly had I finished my job when someone visited me. Deməli, visited me. Görürsünüz uşaqlar, burada hardly when-dən istifadə olunub, amma inversiya baş verib. Gördünüz, had aydan əvvəl istifadə olunub. Buna diqqətli olmaq lazımdır və bu səhv deyil. Yəni, bu versiyanı görsəniz, çaşmırsınız. Belə də götürmək olur. Yəni, burada inversiya baş verir. Xəbər, belə desək, had mübtədadan əvvələ keçir. Yəni, bir növ sual cümləsinə bənzəyir. Keçmiş bitmişdir uşaqlar. Bu qədər. İndi gəlin gələcək bitmişdən danışaq. Deməli, uşaqlar, gələcək bitmiş zamanın strukturu belədir. Mübtəda, shall, will, have, plus, verb 3. Ən yaygın, belə deyək də, zaman zərfi isə by üstə gəlinsin, zaman bildirən sözlər. Təbii ki, burada da gələcəyə aid zaman bildirən sözləri istifadə edildi. Məsələn, by the end of last month dedik, bu keçmiş bitmişindir. Amma məsəl üçün, by 2 o'clock tomorrow, bu artıq olacaq nəyin? Gələcək bitmişin. Məsələn, by 2 o'clock
Bu gələcək bitmişin zaman zərfidir. By ümumiyyətlə uşaqlar, by'da iki zaman daha çox görülür. Nə? Keçmiş bitmiş və gələcək bitmiş. Gələcək bitmiş. Məsələn, gəlin bir nümunə yazaq. I will have informed you. I will have you of their arrival by 2 o'clock tomorrow. Uşaqlar, A ilə V ilə şəl istifadə olunur, amma belə müasir qaydada, yəni heç bir fərqi yoxdur, onun üçün elə yazdım. Amma silim ki, beyniniz qarışmasın. Dimdə şəldən götürürlər və yaxud da bu formada yazırlar. I'll. Daha sonra dostlar, bu oldu gələcək bitmişin. Gələcək bitmişin o qədər böyük problemi yoxdur. Sadəcə olaraq by üstə gəlsin zaman zərfləridir. Suala çevirəndə shall will mütləqən qabağa keçir. İnkarda da nə edirik? Shall will not inkar hissəci qoşuruq. Çünki burada əsas məsələ bundan gedir. Deməli, gəlin indi uşaqlar keçid eləyəyin bitmiş davam edici zamanlara, bəli. Onlar haqqında da çox qısa danışacağım. Yəni onlar demək olar ki, heç düşmür. Amma yenə də bilməyinizdə nə var? Fayda var dostlar. İndi gəlin buranı silək. İndiki bitmiş davam edici zaman. Uşaqlar, indiki bitmiş davam edici zamanın düzəldilməsi zamanı mübtəda plus istifadə olunur nədən? Have, has been. Bir dənə bin fərqlidir. Bir də davam edici zaman nəyi göstəricisi? ing. Burada olacaq verb ing istifadə edirik. İndiki bitmiş davam edici zaman işlədilməsini uşaqlar nəzər salsaq nəyə görərik? Belə deyək. Keçmişdə baş verib hələ də davam edən hərəkətlər göstərmək üçün istifadə olunur və bu zaman nədən istifadə edəcəklər zaman zərfi kimi? Yenə for'dan və since-dən istifadə edə bilərlər. Məsələn, baxın, bayaq Sumqayıtla bağlı bir cümlə yazmışdıq, onun indiki bitmiş davam edicidə yazaq. I have been living in Sumqayıt for 20 years. Yəni 20 ildir ki, Sumqayıtda yaşayıram. Ümumiyyətlə nədir? Hələ də yaşayır. Bu onu nəzərəndə keçmişdə başlayıb və hərəkətim hələ də nədir? Davam eləyir. Və yaxud uşaqlar təzəcə olub bitmiş, lakin təsiri nə olan? Üzərimizdə görülən hərəkətləri göstərmək üçün. Məsələn, baxın, Frank is tired because he has been driving for many hours. Deməli, nədən yazıram? Hours. Bir də uşaqlar, since-də nə demişdik? Since-də istifadə olunacaq burada keçmiş sadə. Bayaq qeyd eləmişdim. Bu hissədə də ya past perfect olur, ya da present perfect olur. Eyni ilə present perfect'in yerinə indiki bitmiş davam edici də yazmaq olar. Burada heç bir problem yoxdur. Məsələn, baxın uşaqlar. He has been working nə yazaq? Məsəl üçün, at the security belə bir şey yazaq. Company since he moved to Italy. Baxın uşaqlar, since-dən sonra nə gəlib? Keçmiş sadə, bu hissədə isə indiki bitmiş davam edici vermişəm. Yəni İtaliyaya köçəndən bəri hələ də belə deyək də bu şirkətdə çalışır və bu keçmişdə baş verib bu hərəkət hələ də davam etdiyini göstərir. İndiki bitmiş davam edici zamandan bağlı uşaqlar bu qədər. İndi keçmiş bitmişə baxaq, gələcək bitmiş davam ediciyə baxaq, onu da yekunlaşdıraq. Uşaqlar, qurulması zamanı istifadə olunur mübtəda had been, artıq have has-in yerinə, plus verb ing. Məsələn, baxın, I had been waiting. Burada yedim bunu. I had been waiting for minutes deməli. When she came. Sonra uşaqlar, bəs gələcək bitmiş davam edici necədir?
Artıq burada nədən istifadə edirik? Yenə mübtəda shall, will, have, been təbii ki olmalıdır və verb ing. Məsələn, bu da uşaqlar gələcəkdə baş verib müəyyən müddət davam etməkdə olan hərəkəti göstərmək üçün istifadə olunur. Məsələn, baxın, in 2023 I will have been. Yenə will yazdım uşaqlar. Yəni burada problem yoxdur. Sadəcə dimdə siz I görəndə shall-dən istifadə etməlisiniz. Have been working for this company for years. Deməli 2023-də belə deyək 15 il olacaq ki, mən bu kampaniya, bu şirkətdə nə edirəm? İşləyəcəm bu formada. Demək uşaqlar artıq da, belə deyək də bitmiş zamanları, bitmiş namerciləri bitirdik. Danışmadan sonra da bunun çoxlu testlərini sizə atacağam ki, işləyib zamanlardan artıq probleminiz qalmasın. Bu da uşaqlar sizə 2 dənə test bitmiş zamanlarla bağlı. Biri qapalıdır, biri isə açıqdır. Baxın, birinci və ikinci. Zəhmət olmasa bunları da ray bölməsində yazarsınız cavablarını. Zamanların uzlaşması qəbulun son dövrlərdə, yəni ki, son illərdə ən çox istifadə olunan test tapşırıqlarındandır. Bundan əvvəlki dərslərimizdə biz sizlərlə ümumiyyətlə zamanlarla bağlı belə deyək, onların quruluşu, zaman zərfləri bunları öyrəndik. Bu dərsdə isə hansı zamanla hansı zaman uzlaşar, tutaq ki, zaman budaq cümləsində, şərt budaq cümləsində, tamamlıq budaq cümləsində uzlaşmalar necə olar, bunlara baxırıq. Və onu da qeyd edeyim ki, çox sadə, çox rahat dərsdir. Çalışacağım maksimum asan dildə izah eləyim. Siz də hər şeyi başa düşəsiniz. Deməli, başlayırıq zaman budaq cümləsindən. Uşaqlar. Zaman budaq cümləsi. Burada biz hansılarını görə bilərik? Baxın, when, what time, by the time, till, until, after, before, till, until, after, before, and as soon as və while. Uşaqlar, diqqətli oluruq ki, bunlardan sonra gələn, bax bu hissə mənim üçün nə adlanır? Budaq cümlə. Budaq cümlə. Bəs əvvəl və bu hissə nədir? Baş cümlə. Demək dostlar, əgər when, what time, by the time, till, until, after, before, as soon as, while görürəmsə, onlardan sonra gələn hissə budaq cümlədir, onlardan əvvəl gələn hissə baş cümlədir. Uşaqlar, budaq cümlədə ya 1. İndiki sadə işlənər, indiki sadə zaman işlənər. Əgər indiki sadə zaman işlənibsə, baş cümləmdə indiki sadə zaman ola bilər buna uyğun olaraq və eyni zamanda nə ola bilər? Gələcək sadə zaman ola bilər. Gələcək sadə zaman ola bilər. Və yaxud da dostlar, 2. Keçmiş sadə işlənə bilər mənim budaq cümləmdə. Artıq baş cümlədə nə olacaq? Diqqətli oluruq. Keçmişlərdən biri. Nə? Keçmişlərdən biri. Keçmişlərdən biri nə deməkdir dostlar? Bura aiddir 1. Keçmiş sadə. Keçmiş davam edici. Keçmiş davam edici. Daha sonra keçmiş bitmiş. Keçmiş bitmiş. Və keçmiş bitmiş davam edici. Keçmiş deməli bitmiş davam edici. Davam yazıram. Keçmiş bitmiş davam edici. Aha, deməli zaman budaq cümləsində biz 99% halda nə qarşılayır? Deməli budaq cümlədə indiki sadə zaman gələrsə, baş cümlədə ya indiki sadə zaman seçə bilərəm, ya gələcək sadə zaman seçə bilərəm. Testin kontekstindən asılı olaraq. Yox, əgər keçmiş sadə zaman gəlibsə, baş cümləmdə keçmişlərdən biri olmalıdır. Məsələn, burada nədən istifadə edirik? Keçmiş sadə, keçmiş davam edici, keçmiş bitmiş və yaxud da keçmiş bitmiş davam edici. Uşaqlar, bəs budaq cümlədə zaman budaq cümləsinin zamanı nədən istifadə edə bilməlirik? Bitmiş zamanlardan, baxın, budaq cümlədə bitmiş zamanlar gələ bilməz və gələcək sadə gələ bilməz.
gələcək sadə gələ bilməz. Deməli, bunların üzərindən xətt çəkirik. Bir məqamda yadda saxlayırsınız, indiki bitmiş zaman nə budaq cümlədə görə bilərəm, nə baş cümlədə görə bilərəm. Amma keçmiş bitmiş zamanı baş cümlədə görmək olar. Deməli, gəlin bununla bağlı bir-iki dənə cümlə yazaq, daha aydın olsun sizlərə. Bu hissəni silək. Məsələn, baxın, uşaqlar. Belə bir şey yazaq. Before I make a decision, I take my father's advice. Baxın, uşaqlar. Deyir ki, mən qərar qəbul etməzdən əvvəl atam məsləhətini alıram. Budaq cümlə, baxın, before-da nə dedi? Budaq cümlə indiki sadə zamandadır. Əgər indiki sadə zamanda olarsa, baş cümlə nədə olmalıdır? Ya indiki sadə zamanda olmalıdır, ya da gələcək sadə zamanda olmalıdır. Gördüyünüz kimi, indiki sadə zamanda yazdım. Daha sonra dostlar, burada nə ola bilər başqa? Məsələn, when verilib sizə testdə. Nöqtə, tutaq ki, budaq cümlədir və bu hissədə baş cümlədir. Variantlarda, məsələn üçün, yazıblar will, come, goes. B variantında yazıblar comes, will go. Uşaqlar, bəli, baxın, A variantında indiki ilə gələcək uzlaşır. Problem yoxdur, amma nə demişdik? Zaman budaq cümləsində when-dən sonra will, shall gəlməz, yəni gələcək sadə gəlməz. Ona görə A variantını götürmürəm. Buradan çıxıram. Qalır məsələn B variantı. Bu hissələrdə də diqqətli olmalısınız. İndi keçək şərt budaq cümləsinə. Demək, şərt budaq cümləsi. Burada da iki dənə deməli if-dən və unless-dən söhbət gedir. Necə ola bilər? Yenə özündən sonra dostlar gələcək indiki sadə. Bir, indiki sadə gələ bilər özündən sonra. Və baş cümlədə buna uyğun olaraq nə istifadə edəcəm mən? Gələcək sadədən istifadə edəcəm. Burada indiki sadə də ola bilər baş cümlədə, zero conditional, amma demin testlərində daha çox indiki sadə ilə gələcək sadəni verirlər. Və yaxud da budaq cümlədə keçmiş sadə görə bilərəm. Keçmiş sadə. Baş cümlədə nə olacaq dostlar? Would plus verb 1. Yəni keçmişə nəzərən gələcək zaman. Bu keçmişdə olduğu üçün artıq bura gələcək sadə yazmaq olmaz. Ona görə nədən? Will-i yəni would-a çevirirəm. Would plus verb 1-dən istifadə eləyirəm. Məsələn, baxın. I shall visit our city if you let me. Baxın, if-dən sonra sadə zaman gəldi, indiki sadə zaman gəldi. Bu baş cümləmdə isə gələcək zamandan istifadə elədim. Dostlar, unless nədir? Bəs unless if-in inkar formasıdır. Məsələn, diqqətli olun. I shall not visit our city unless you let me. Yəni, əgər if you don't let me yazırıqsa, unless yazanda don't yazmağa ehtiyac yoxdur. Yəni, unless artıq nədir? If-in inkar versiyasıdır. Sonra bir hissəni də qeyd eləyək. Məsələn, would-la da bir nümunə yazım sizə. Tutaq ki, baxın. If I were you, bir dənə bunu da yazaq. If I were you, I shouldn't stay here any longer. Deməli, baxırsınız uşaqlar, budaq cümləmdə keçmişdə olduğu üçün baş cümlədə nədən istifadə edim? Keçmişə nəzərən gələcək zamandan. Və bu, belə deyək də, I ilə V ilə should istifadə olunur, keçmişə nəzərən gələcəkdə. Digərlərindən would istifadə olunur. Və bir məqam da var uşaqlar.
If və unless olan cümlələrdə, şərt budaq cümlələrində təklərlə də uşaqlar he, she, I'dır. Bunlarla da were istifadə olunur. Onu da yadda saxlayırsınız. Daha was yazmırıq. Deməli, bu nə oldu bizim üçün? Oldu, demək, şərt budaq cümləsi. Şərt budaq cümləsində ya budaq cümlədə indiki sadə görə bilərəm, baş cümlədə gələcək sadə olur, ya da budaq cümlədə keçmiş sadə görürəm, baş cümlədə would və yaxud da should plus verb bir şəklində istifadə edirik. Sonra uşaqlar, sizə mən keçən dərsdə dediyim sinsin uzlaşmasına bir də baxaq. Sinsdən sonra nə gəlir? Past simple gəlir uşaqlar. Past simple, yəni ki, budaq cümlədə istifadə edirəm. Keçmiş sadə zaman. Baş cümlədə nə ola bilər? Təbii ki, qeyd eləmişdik. Present perfect. Yəni ki, indiki bitmiş. Past perfect. Keçmiş bitmiş və bunların davam edici formaları. Present perfect continuous, past perfect continuous'da istifadə eləyə bilirik. Məsələn, gəlin bir nümunə yazağın. They have been analyzing since they came together. Analyzing the problem. Bunu da yazaq bura, yəni ki, problemi. Onlar bir yerə gələndən bəri nə eləyirlər? Problemi analiz eləyirlər. Yəni, keçmişdə başlayıb, hələ də davam eləyib. Sinsin uzlaşması uşaqlar necə oldu? Yadda saxlayıram. Sinsdən sonra bax, yenə görürsünüz. Nə gəldi? Keçmiş sadə gəldi. Baş cümlədə isə, belə desək, həm indiki bitmiş davam edici zaman gələ bilər, həm keçmiş bitmiş davam edici zaman gələ bilər, həm indiki bitmiş, həm də keçmiş bitmiş gələ bilər. Problem yoxdur. İndi gəlin, bicə time-a baxaq. Deməli, uşaqlar, bicə time olanda budaq cümlədə nədən istifadə edirik? Ya indiki sadə gələ bilər budaq hissədə, budaq cümlədə. Buna uyğun olaraq baş cümlədə istifadə edəcəm. Gələcək bitmiş və yaxud da gələcək bitmiş davam edici. Bitmiş davam edici. Eyni zamanda uşaqlar, by the time olan hissədə keçmiş sadə gələ bilər. Baş cümlədə istifadə edəcəm nədən? Buna uyğun olaraq keçmiş bitmiş və yaxud da keçmiş bitmiş davam edici zamanla. Bitmiş davam edici zamandan istifadə edəcəm. Məsələn, baxın. I will have finished everything by the time they come. Gördüyünüz kimi budaq cümlədə indiki sadə gəldi, baş cümlədəsindən istifadə elədik, gələcək bitmiş zamandan. Bir daha qeyd edirəm, by the time olan cümlələrdə budaq cümlədə ya indiki sadə gələ bilər, ya keçmiş sadə gələ bilər. Əgər indiki sadə gəlibsə, biz baş cümləyə gələcək bitmiş, yox da gələcək bitmiş davam edici demək yazırıq. Yox, əgər keçmiş sadə gəlibsə, baş cümləyə keçmiş bitmiş, yox da keçmiş bitmiş davam edici qeyd eləyirik. İndi isə uşaqlar, gəlin after'a baxaq. Ümumiyyətlə, after qəbula ən çox düşənlərdən biridir. Bir də after'ın bir şeyi var ki, məqam var. Nə dedik? Keçmiş sadə gəlibsə, budaq cümlədə keçmiş sadə ola bilər. Baş cümlədə zaman budaq cümləsində söhbət gedir. Keçmiş sadə ola bilər baş cümlədə də. Həmçinin after'dan sonra 2018-in qəbuluna düşmüşdü ki, bu budaq cümlədə keçmiş bitmiş gələ bilər. Keçmiş bitmiş. Baş cümlədə istifadə edə bilərik nədən? Keçmiş sadədən. Bunu yadda saxlayırsınız. Deməli, yalnız və yalnız zaman budaq cümləsində after'dan sonra keçmiş bitmiş gələ bilər. Yəni, bu digərlərinə şamil olunmur. Baş cümlədə də keçmiş sadədən istifadə oluna bilər. Məsələn, baxın. After I had left the group, two more people joined there.
Baxın uşaqlar, afterdan sonra gəldi bitmiş zaman, keçmiş bitmiş zaman və baş cümlədə istifadə elədim. Nədən? Keçmiş sadədən. Bu da əbəs-yerə deyil. Birinci, bu hərəkətin baş verir. Sonra bu hərəkət baş verir. Yəni mən qrupu tərk etdikdən sonra iki insan, yəni iki əlavə insan da oraya nə etdi? Qoşuldu. Yəni afterla bağlı bu qaydanı da yaxşıca yadda saxlayırsınız. İndi while-la venə bir ayrıca da baxaq. Çünki ondan da çox istifadə olunur uşaqlar. Bu hissələri sileyim. Deməli, while və when. Ümumiyyətlə, ümumi olaraq yadda saxlayırsınız ki, daha çox while-dan sonra davam edici zamanlar gəlir və həm budaq, həm baş cümlədə. When-də isə necədir? When-dən sonra budaq cümlədə olur keçmiş sadə, baş cümlədə isə davam edici zaman ola bilər. İndi gəlin belə yazağın ki, while və when. Amma belə götürəndə, əgər birinci, indiki davam edici zaman gəlibsə, baş cümlədə nə gələ bilər? İndiki davam edici və yaxud da indiki sadə. Və yaxud da uşaqlar, iki nə ola bilər? Budaq cümlədə gələ bilər keçmiş davam edici. Keçmiş davam edici. Ona uyğun olaraq baş cümlədə gələcək keçmiş sadə və yaxud da keçmiş davam edici yenə. Keçmiş davam edici. Məsələn, baxın. When I was going home, two men stole the purse. Deməli, gördünüz uşaqlar. Budaq cümlədə keçmiş davam edici zaman gəldi. Baş cümlədə isə keçmiş sadə zamandan istifadə elədik. Deməli, bu hissələri silək. Daha sonra uşaqlar, while ilə bağlı biraz daha əlavə məlumat yazsaq, belə ifadə edə bilərik ki, deməli, while olan cümlələrdə bir nə dedik? Keçmiş davam edici gələ bilər. Ona uyğun olaraq baş cümləmdə keçmiş davam edici ola bilər. İkinci, keçmiş davam edici gələ bilər, bayaq dediyimiz kimi. Ona uyğun olaraq keçmiş sadə gələ bilər baş cümlədə. Belə yazıram ki, sizin üçün daha aydın olsun və yadda qalsın. Sonra keçmiş sadə gələ bilər. Sonra indiki sadə də gələ bilər yəni. Yəni, məsələn, uşaqlar, belə bir cümlə deyək, yağış yağarkən göy guruldayır. Yəni, belə bir ümumi hallardan ki, while erkən olduğuna görə belə ifadə eləmək olar indiki sadə zamanda. Bu da while ilə bağlı uşaqlar bizim qeydimiz idi. Bir dənə by ilə bağlı da yazım, sonra bir neçə qeyd də var, onu da yazım və yekunlaşdıraq. İndi isə baxaq by-a. Uşaqlar, by-dan sonra da nə gələ bilər? İndiki sadə gələ bilər. İndiki sadə 1. Və buna uyğun olaraq istifadə edə bilərəm indiki sadədən. İndiki sadə. İkinci, keçmiş sadə gələ bilər budaq cümlədə. Keçmiş sadə. Keçmiş nə ilə uzlaşacaq uşaqlar? Artıq keçmiş, bitmiş. 3, indiki sadə gələ bilər yenə by-dan sonra. Artıq bir dənə ilə uzlaşdıracağım, gələcək bitmişlə. Uşaqlar, qarışdırmayın. Yəni, 1 yazmışam, bu 1 ilə bu 1 uzlaşır. Bu 2 ilə bu 2 uzlaşır. Bu 3 ilə bu 3 uzlaşır. Eyni ilə bunların keçmiş, bitmiş, gələcək, bitmiş. Onların davam edici formalarını yazmaq olar. Problem yoxdur. Bu da by-ın uzlaşması. Yəni, by-ın budaq cümləsində indiki sadə, keçmiş sadə görə bilərəm. İndiki sadə olanda ya indiki sadə ilə uzlaşdırıram, ya gələcək bitmişlə. Keçmiş sadə görsəm əgər, keçmiş bitmişlə onun davam edici formasından uzlaşdırmaq lazımdır. Daha sonra uşaqlar bir də
bir-iki nüans var. Onları qeyd edeyim. Deməli, bayaq dedik ki, uşaqlar, zaman budaq cümləsi olanda when-dən sonra nə gəlmir? Deməli, when-dən sonra, yəni budaq cümlədə will, shall görə bilməzsiniz. Amma yadda saxlayın, tamamlıq budaq cümləsində istifadə olunsa when, bu zaman will, shall görmək olar. Məsələn, baxın, she asks when you will come. Yəni uşaqlar, o soruşur ki, sən nə vaxt gələcəksən? Ümumiyyətlə bunu hardan biz bilirik? She asks. O soruşur. Nəyi soruşur? Gördünüz, artıq bu tamamlıq budaq cümləsidir. Tamamlıq budaq cümləsində deməli when-dən sonra demək future simple gələcək sadə gələ bilər. Bunu zaman budaq cümləsindən qatmırsınız. Zaman budaq cümləsində gəlmir, amma tamamlıq budaq cümləsində gələ bilər. Eynilə deməli if və unless-də də belə deyək də şərt budaq cümləsindən başqa tamamlıq budaq cümləsində də gəlir və mu üssü 4 mənasını verir. Mu, mi, mu, mü. Və buna görə də belə deyək də if-dən sonra nə gələ bilər? Keçmişə nəzərən gələcək zamanlı would, should və will, shall görə bilərik. Məsələn, baxın. I want to know if they will discuss. Bu da baxın, mən bilmək istəyirəm nəyi uşaqlar. Tamamlığın sualına cavab verdiyi üçün artıq tamamlıq budaq cümləsi olduğunu asanlıqla bilmək olur. Və if-dən sonra nə gəldi? Future simple, yəni gələcək sadə zaman. Bu hissələri diqqətli olun. Və yaxud da buna baxaq. They asked. Onlar soruşdu. Nəyi? Bax, yenə tamamlıq budaq cümləsidir. Deməli, if-dən sonra nə gələcək? Would come. Deməli, keçmişə nəzərən gələcək zaman. Bu formada istifadə edirik. Sağ olun dostlar, gələn dərslərdə görüşənədək.